Salam hamza dostlar, bu videoda sizlərlə bərabər Xiaomi Redmi R70 adlı telefon incələyirik və başlaya bilərik. Sizdən başlamamışdan qabaq bir xahişim var dostlar, o da odur ki, bu videonu bəyənərək kanala abunə olmağı unutmursunuz inşallah. Və həmən başlayırıq. Dostlar, telefonun dizaynından başlamaq istəyirəm. Olduqca sadə bir dizaynı var təbii ki. Burada plastik zat çərçivədir. Görmüş olduğunuz kimi 5G dəstəyini burada görmək mümkündür. Yəni orada qoyublar. Birazdan hər bir detalları haqqında mən sizə məlumat verəcəm və başlayaq detallarından. Dostlar, telefonun dizaynı Note 14-də də oxşuyur. Sadəcə Note 14-də burada bir dənə yumru makro kamerası var idi və yəni tək fərqi var. Bir də yumruğun içində bir makro kamera, yəni bir yumruğun içində, deyək dairənin içində də 2 dənə kamera qoyublar. Biri nə bilim şeydir, dərinlik sensoru, bir də makro kameradır. Dostlar, telefon 5G-ni dəstəkləyir və bu telefon 210 qramdır. Bu da o deməkdir ki, böyük bateriya var. Bateriyası haqqında da məlumat vermək gərəkirsə 6000 mAh-dır. Bu telefon aprelin 15-i istehsal olub və aprelin 15-i də elə bil ki, əslində anons olunub aprelin 15-i və aprelin 15-i zadı da bazarlara çıxıb, amma qlobalda da öyle, hələ ki bizdə yoxdur. Dostlar, telefon ekranı IPS ekrandır, 800 nit parlaqlığa sahibdir və HD+ bir ekrandır. Yəni görmüş olduğunuz üzrə burada da AMOLED ekran deyil. Bu da telefonun büdcəli sinifə aid olacağını göstərir və bu telefonun Unisoc 8300T8300 adlı prosesora sahib olduğunu görürük və Android 16 HyperOS 3 ilə gəlir. Octa-core prosesor dostlar və 2.2 GHz Cortex A78 və A55 Cortex nüvələrindən istifadə olunub. Mali GL7-nin MC2 modelindən istifadə olunubdur dostlar. Prosesor demək olar ki, yəni Note 14-ün prosesorundan eynidir, ancaq buradakı platforma Unisoc'undur. Necə deyim, MediaTek'in Helio G99 Ultra'sı daha eləcə effektivdir və daha az isinir. Ona görə də bu, yəni fərq yaradır təbii ki də. Ancaq burada ən önəmli nüans odur ki, bunun zəif nüvələrinin sayı güclü nüvələrinin sayından çoxdur. Yəni G99 Ultra daha güclü prosesor olur burada. Integral storage, yəni daxili yaddaş 256 GB yaddaş və 8 GB RAM-la gəlir bu telefon və bu telefonun kamerası tək 13 megapiksellik kameradır və bir ədəd LED flaşı var. 1080p 30 fps video çəkir və ön kamera 8 megapikselli 1080p 30 fps video çəkir. Yəni gecə vaxtı çəkməz, təbii ki də çox zəif kameralar var. Speakerlər yəni təkdir. 3.5 mm qulaqçı girişləri mövcuddur. NFC təbii ki də yoxdur. Bluetooth-un yeni versiyası olan 5.4 ilə gəlir dostlar. Bu da daha yaxşı bağlantı imkanı sizə vəd eləyir. 6000 mAh-lıq böyük bateriyası var. 6 nanometr T8300 də daha yaxşı burada enerji qənaəti var. Ancaq çox təəssüf ki, burada AMOLED ekran yoxdur. Əgər AMOLED ekran olsaydı daha yaxşı performans verərdi bateriya cəhətdən. Bu telefonun dostlar 479500 Antutu xalı mövcuddur. Yəni bu telefonun olduqca yaxşı, əslində qiymətinə görə həqiqətən olduqca yaxşı işləyən bir telefon olduğunu mən sizə deyə bilərəm. Çox təəssüf ki, throttling testlərini tapa bilmədim dostlar. Bu da yəni heç bir şeyə problemə gətirmir. Çox böyük ehtimal burada throttling aşağı olasıdır. Çünki zəif nüvələrin sayı güclü nüvələrin sayından çoxdur. Yəni bu telefon Azərbaycana gələn zaman almaq məsləhətdir həqiqətən. Nəyə görə? Çünki çox baha olmayacaqdır. Həm də çox yaxşı telefon olasıdır. Dostlar, heç nə, bu videodan bu qədər. Yenə də deyirəm, bu videoyu bəyəndinizsə bəyənməyi və kanala abunə olmağı unutmayın dostlar. Çox sağ olun.